Aqrar Xidmətlər Agentliyinin iri buynuzlu və xırdabuynuzlu heyvanların baş saylarının hesabatlılıq göstəriciləri Dövlət Statistika Komitəsinin göstəricilərindən əhəmiyyətli 11-16 intervalında fərqlənməklə ölkə üzrə uçotun etibarlı olmaması müəyyən olunub. Yenisabah.az məlumat verir ki, bu, Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində aparılmış auditinin nəticələrinə dair məlumatında bildirilir. Qeyd olunub ki, heyvanların xüsusi təhlükəli xəstəliklərin əleyhinə peyvəndlənməsinə ümumilikdə 39 milyon 4,4 min manat məbləğində vəsaitin xərclənməsi, müqabilində sənədləşmələrdə heyvanların sayının artıq göstərilməsi, heyvanlara vurulmalı olan peyvəndlərin müvafiq ay üzrə gündəlik sayının fasiləsiz, ardıcıl günlər olaraq yüksək, 200 və daha çox civarında intervallarda qeyd olunması, təsərrüfat sahiblərinin imzalarının olmaması kimi hallar fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan şəxslərlə, baytarlarla bağlanmış müqavilələrin şərtlərində sifarişçinin müqaviləyə dərhal xitam verilməsi üçün əsasları kimi müəyyənləşdirilməmiş, peyvəndlənən heyvanların identikləşdirilmə rekvizitləri üzrə hesabatlılığına dair icbari şərtlərdə təsbit olunmayıb. Qeyd olunub ki, heyvan sağlamlığı və baytarlıq xidmətləri mərkəzi tərəfindən bağlanmış müqavilələrin şərtləri çərçivəsində müvafiq malların, ehtiyatların, o cümlədən baytarlıq preparatları, peyvəndlər, xüsusi geyim dəstləri, dezinfeksiya edici məhlullar və başqa vasitələr qismində 2023-cü il üzrə 17 milyon 768,8 min manatlıq, 2024-cü il üzrə 10 milyon 872,8 min manatlıq baytarlara təqdim edilməsi prosesi elektron qaymə fakturalarla rəsmiləşdirilməmiş, istifadəsiz qalanların qaytarılması müqavilə şərtləri ilə əhatə edilməyib.